Tədbirdə çıxış edənlər ölkədə media savadlılığının artırılması, gənclərin rəqəmsal mühitdə düzgün informasiya seçimi bacarıqlarının gücləndirilməsi və mətbuatın tarixi inkişaf yolunun gənc nəslə çatdırılması barədə fikirlərini bildiriblər. Çıxışlarda medianın inkişafında gənclərin rolunun əhəmiyyətindən, həmçinin informasiya təhlükəsizliyinin müasir dövrdə prioritet məsələlərdən biri olmasından bəhs olunub. Tədbirdə iştirak edən gənclər arasında mövzu ilə bağlı sual-cavab sessiyası da təşkil edilib. Gənclər media savadlılığı, informasiya təhlili və müasir mətbuatın vəzifələri barədə suallar ünvanlayıb, mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Qələbə çaldı. Yəni hal-hazırda bizim üçün ən vacib silah nədir? İnformasiyadır. İnformasiyanı da biz hardan əldə edirik? Sonda sessiyada fəal iştirak edən 5 gəncə sertifikat və hədiyyələr təqdim olunub. Milli Mətbuat 150 rəqəmsal erada gənclər və media savadlığı layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədi rəqəmsal erada gənclərin mediada yayılan məlumatlara daha diqqətli yanaşmalarını təmin etmək, yeni media alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də dezinformasiya ilə mübarizədə maarifləndirməni artırmaq və gənclərin bu mövzuda həmrəyliyini gücləndirməkdir. Samik Nuriyev, Atabey Səyyad, Asil Fətəliyev, NTV Xəbər.